Xanım necəsən? Yaxşıyam, siz necəsiniz? Sağ ol, yaxşı olsan. Neynədin imtahanda? Yaxşı keçdi. Necə keçdi? Allah, süper. Necə yazdın Azərbaycan dili? Azərbaycan 28 düz, Qəşəng. Riyaziyyat 24 düz, 24 düz. Sonra ingilis dili? hamısı düz. Niyə onun hamısını yazmısan, öz dilindən az yazmısan, hə? Bilmiyorum. Müəllim, bu niyə hamısını yazıb müəllim? Hə? Təbrim səhv deyirəmişik. Hə, bir də olmasın. Necə hazırlaşdın? Keçən əziyyət çəkdim. Aha. Rezatdan da əlavələr. Bu uğuruna görə kimlərə minnətdarsan? Başda Ayşən müəllim, Sevimli müəllim, Sadiq müəllim, bütün müəllim, siz də, bütün müəllimlər. Mən yaddan çıxarmışdın, hə? Yox. Bütün müəllimlərimə təşəkkürlər. Sonra? Sonra kim qaldı? Başqadan sonra kimə təşəkkür eləyər? O müəllimlərin pulunu kim verir? Anam, atama. Ay sağ ol. Anam atama birinci ana dilə zaten. Mən də onlara təşəkkür edirəm. Sənin kimi kursumuzun çox şirin, mehriban bir şagirdini. Bu kursda böyük, birinci sinifdən azığa gəlirsən. Səndən sonra gələn xələflərinə nə məsləhət görürsən? Əlbəttə ki, oxumağı. Avaralıq eləsiniz, heç bir şeyə nail ola bilməyəcəksiniz. Şey, nədir, Red Bull içməsinlər, hel içməsinlər. Nə məsləhət görürsən? Bəli. Elə şeylər. Ziyanlı şeylər də o içkilər, hə? Bəli, çox mən elə şeylər içmirəm qətiyyən. Heç o içməmsən, hə? Çox içmirəm. Əla xanım, sənə təşəkkür edirəm, uğurlar arzulayıram. Siz də xanım kimi dərslərimizə qoşulmaq istəyirsiniz, 055 597 0151 nömrəmizə yazaraq onlayn dərslərimizdən faydalana bilərsiniz. Əl elə. Sağ olun.